Dözümlülük sınağıdır, şükürdə qalmalısın. Bezifsən, deməli sən imtihandan keçmirsən. Elə bil Allah Teala sən həyat yoldaşının simasında söyüşlərlə səni sınağa çəkir. İmtihan edir. O İncil kitabının sinəsində yazılırmı? Axır vərəqlərdə deyir, onun alnında gizli bir ad yazılmışdır. Böyük Babil dünyanın iğrəncliklərin, fahişəliklərin anasıdır. Mən bu sözləri təkrar edirəm, dönə-dönə demişəm. İlk dəfə görəndə özüm tək övd olmuşam, tək oxumuşam, amma özüm utandığımdan bir deşik axtarmışam ki, girim ki, bu nə? Kitabın sinəsində sözlər yazılıb, iğrəncliklər, fahişəliklər qəbul edə bilməmişəm. Amma bugün artıq anlayıram ki, yəni o obrazlarda Allah Teala bəndələrini sınağa çəkib imtihan edir. Sən də o iğrənc söyüşlərlə sınağa çəkilirsən. Məsləhətinə şükür, ya Rəbbim, sənə xoş, mənə qəbul. Qəlbində, gizlində. Söyür eşitməməzlikdən gəl. Susma orucu tut, görməzdən gəl. Başını işlə güclə qat. Mən bir-iki gündür çox belə bir streslərim var idi. Hər bir insan kimi mənim də evimin özümə məxsus Allahın lütfü ilə sınaqlarım var. Onu mən qəlbimdə gəzdirməmək üçün bir həftədir özümü daha, necə deyərlər, Azada gəldi gördü də, özümü rəsmən məhv edirəm işlə, güclə ki, mən o barədə düşünməyim. Düşünsəm o barədə qəlbimi yükləyəcəm, qəlbimi yükləsəm cəza yaşayacağım. Özümə bir an icazə vermirəm ki, sakit durum, mən nəyisə düşünüm. Bu iş qutarır, onu edirəm, o iş qutarır, onu edirəm. Heç nə düşünmüyor. Söyür, düşünmə. Başına işlə güclə qat. Sizin işiniz, gücünüz yoxdur mu evdə? Evin o qədər işi vardır. Divdəhliyənizin qurumunu alın, tozunu tökün, nə bilim, paltarınızı ütülüyün, paltarınızı yuyun, cırığınızı tikin. O kişinin sözünü niyə gəzdirirsən gözündə? Onu Allah elə yaradıb. Yaradana şükür. Sənin üçün sınaqdır. Vəssalam. Bax, o söyən kişi sabah yıxılıb, İraq. Bunu arzu etmirəm, acı həqiqəti deyirəm. Ölsə, dizini döyüb, təpənə döyərsən, qeybi yox, sağ qalsın, licbi söysün. Bunu deyəcəksin. Elə də qəbul et. İstəmirsən Allahdan dilə, gözəl qəlblər sevindir, savab qazan, sevindir, sevinəsən. Qanununa itaət ilə, Allahdan dilə ki, ya Rəbbim, nə olar mənim həyat yoldaşım etik qaydalara rəayət eləsin, danışığı gözəl olsun. Harada səhv eləmişəm ki, bu cəzanı mənə yaşadırsan, onu mənə anla. Bax, get qəlbinə.